diqqətimi çəkən ən yaxşı şey ilk öncə bütün insanların sevgiyle bura toplaşmasıdır. Bu ilk festivalinizmiş, Ayva Festivali. Onun için özellikle geldik. Heyva yemək istəyən Ağbaşa gəlsin. Ağdaşda ilk dəfə Heyva Festivalı keçirilib. Festivalda Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sahib Aliyev və Məzahir Əfəndiyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rezidentləri, KOBİA və müxtəlif dövlət qurumunun nümayəndələri, media təmsilçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri iştirak ediblər. Festival şarlarının havaya buraxılması ilə rəngarəng şəkildə açılıb. Festival çərçivəsində qonaqlara yerli heyvan məhsulları, kulinariya nümunələri, duluzçuluq, keramika, xalçaçılıq, dekorativ toxulçuluq, həmçinin körpələr evi uşaq bağçalarının səhnəcikləri və rəqsləri, viktorina, robot texnikası və sistem layihələri, həmçinin Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sərgiləri, floristika, rəsm güşələri, eləcə də idmançı və kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin məhsulları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Hansı məhsullar, neçə növ məhsul çıxartmışsınız və nə məhsullar çıxartmışsınız? Bu gün 25 çeşid məhsulla biz təmsil olunuruq. Bunlardan heyva şirəsidir, heyva kompotudur, heyva bəhməzidir, tutmasıdır, şorabasıdır və heyvanın özüdür və qalan digər məhsullardır, mürəbbələr, çeşidlər. Ən çox xoşuma gələn, yəni qədim əsərlərin daha da ortaya çıxarılması. İyi ki de geldik, sevgiyle karşılaştık. Muhteşem bir organizasyon. Bu ilk ama devamı gelecektir, geleneksel hale gelecektir. Ona inanıyorum. Heyva doğma vətən olaraq Ağdaşdır və doğma olaraq da burada olması, burada festival ilk keçirilməsi mənim üçün çox xoş oldu. Sizlərin gəlməsi, daha sonra Ağdaş Öyrə Humanitar Kollecinin burada iştirak etməsi çox məmnun oldum. Bu festival gənclərdə həqiqətən öz rayonlarını tanımağa, tanıtmağa, sevməyə, sevdirməyə inam yaradır. Festival konsert proqramı ilə başa çatıb. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.